tək bu səhnədə olan əzizlərimizdən mən bir dənə şeir ki, Qarabağ haqqında demişəm, onu oxumaq istəyirəm. Qarabağ haqqında, yəni bunu deməliyəm ki, Azərbaycanı ehya edən Qarabağdır. Nasıl ki, Türkiyəni ehya edən Çanaqqaladır. Yəni, o qurur ki, Türkiyəlində vardı, Çanaqqaladan gəlir. O qurur da ki, Azərbaycanda vardı, bizdən Azərbaycan gəlir, nədən gəlir, Qarabağdan gəlir. Həqiqətən 1915-dən 1918-ə qədər İran türkləri 700 min nəfər şəhid vermişlər. Yəni, ermənilər, Asurilər, Fransəlilər, Amerikalılar, İngilislər və Ruslar, onlar birlikdə ki, İslamı və Türkiyə yeryüzünü məhv eləsinlər, 700 min nəfər Türkü, müsəlmanı İrandan məhv elədilər. Nə bizim digər dilimiz vardı, nə bir eşitər qulaq vardı. Bəlkə bizim də şəhidlərimizin onlar öz adlarına vurdular. Ki, küllən dünyada məsələn 1 milyon yarım olmazdı da bizim də şəhidlərimiz qatımızdır. Hər halda bu şeir ona görədir. Mən təşəkkür edirəm o başqanımızdan, Sayın Başkandan ki, bu həzinələri qəbul edir. Könüllü olaraq, yəni bir kəsdən para almadan və bu kişiliği, bu ağalığı, bu böyüklüğü bizə və ədəbiyyata və kültürümüzə addımlar atır. Bizim borcumuz ədəbiyyatımıza, kültürümüzə həmandır ki, deyirik. Biz hər cür bir dindən, məzhəbdən, siyasətdən qıraq, nasıl edirik? Bu ədəbiyyatımızı, kültürümüzü qabaq edirik. Biz bütün dinlərə, bütün məzhəblərə, bütün dinlərə saygımız olduğu halda mən də Türkəm. Bu mənim suçum deyil. Allah verdir bu dildə. Və bu və la təhsəbənnəl-ləzinə qutulu fi səbilillah bəl əhya ində rəbbəhum yərzədun. Quranda gəlir ki, siz onlar ki, şəhid olurlar vətən yolunda, onları ölü fərz etməyin. Onlar diridirlər və Allah yolunda ruzlərini alırlar. Tanrıdan Türkə ərmağan. Şəhid ölməz, deyir Quran. Damarlarda fışqıran qan, yazır deyir öncə vətən Qarabağın şəhidləri. Türkün ırqı, kəmic, qanı, sənə kəsim qoç qurbanı. Səndən almışıq biz fərmanı, qəhrəmanlar qəhrəmanı, Qarabağın şəhidləri. Arka durdun ölkəmizə, örnək oldun həpimizə, varlığı boşluyuq sizə, ey Allahın lütfü bizə, Qarabağın şəhidləri. Süfrəmizdə bal var, yağ var, arxamızda ağrı, dağ var. Türk birlikdə güclü sağ var. Sən varsan ki, Qaradağ var, Qarabağın şəhidləri. Qaradağ deyəndə bizim bir böyük bir ölkədir Azərbaycanda. Yəni, Azərbaycanın ən mühüm yeri Qaradağdır ki, o da arzumuzdur ki, nə olsun, bir gün Qarabağ kimi azad olsun. Düşmən ordusuna talan, Allah deyib qılış çalan, kafirlərdən öcün alan, tarixlərdə adı qalan Qarabağın şəhidləri. Ankarayam, Baku, Təbriz, biz birlikdə bir qüdrətiz, Türk adılan o qeyrətiz, 7 dövlət, bir millətiz. Qarabağın şəhidləri. Kim deyir 2 dövlət? Biz 7 dövlət. Göylərə hay saldım, haray, pay almışam Tanrıdan pay. Cəm başkanım Təhsin Albay, Baqi Arzı, Güləşdir ay, Qarabağın şəhidləri. Şükran Aydın, Dursun Həyat, Yağmur Mirza, Məhdab Nicat, Gürcü qızı Katrin Qırat, desin yenə tüm kainat, Qarabağın şəhidləri. Mən də Türküm, mən də Türküm, Təbrizdənəm, sönməz ocaq, o közdənəm, Çanaqqələ, o izdənəm, sən məndənsən, mən səndənəm, Qarabağın şəhidləri, Qarabağın şəhidləri. Sağ olasın.